Hər vaxtınız xeyir olsun yoldaşlar. Bugün AC kateqoriyası üzrə imtahan düşən mövzulardan biri olan mülki məcəllənin video izahının birinci hissəsini sizlərə təqdim edəcəm. Və inşallah növbəti videolarda siz AC kateqoriyası üzrə imtahana düşən digər mövzuların izahını görəcəksiniz. Başlayaq. Fiziki şəxslər, maddə 24 fiziki şəxs anlayışı. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşı olmayan şəxslər fiziki şəxslərdir. Maddə 25 fiziki şəxsin mülki hüquq qabiliyyəti. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Yəni imtahanda sual düşə bilər ki, fiziki şəxsin mülki hüquq qabiliyyəti hesab olunur. İnsanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Baxın, imtahanda bir də yanlış variant kimi yazıblar ki, Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan əcnəbilərə münasibətdə mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınmır. Səhvdir. Yəni bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. İstər Azərbaycan Respublikasının vətəndaşı olsun, istər Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, yaxud da müvəqqəti qalan əcnəbi olsun, yaxud da vətəndaşı olmayan şəxslər olsun. Yəni hər birinin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. Yoldaşlar, imtahanda yanlış variant kimi yazırlar ki, fiziki şəxsin hüquq qabiliyyəti onun yetkinlik yaşına çatdığı an əmələ gəlir. Yetkinlik yaşına çatdığı an yox, doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması da ölüm anı sayılır. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir. Bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Yanlış variant kimi yazırlar ki, bu hüququn həyata keçirilməsi isə yalnız yetkin yaşına çatdıqdan sonra mümkündür, yaxud ölümdən sonra mümkündür. Nə deməkdir 25.3-cü maddədəki cümlənin mahiyyəti? Yəni, əgər bir uşaq hələ ana bətnindədirsə və ona miras düşürsə, onun vərəsəlik hüququ artıq yaranmış olacaq. Amma bu hüquq yalnız uşaq doğulandan sonra reallaşa bilər. Yəni, uşaq sağ doğulmasa, o mirasçı hesab olunmayacaq. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Yoldaşlar, burada diqqətli olaq. İmtahanı yanlış variant kimi yazırlar ki, fiziki şəxsin hüquq qabiliyyəti məhdudlaşdırıla bilməz. Baxın, məhrum edilməklə məhdudlaşdırmanı qarışdırmayın. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz, amma fiziki şəxsin hüquq qabiliyyəti məhdudlaşdırıla bilər. Yəni, bu iki anlayışı qarışdırmaq lazım deyil, yoldaşlar. Maddə 26. Ad hüququ. Hər bir fiziki şəxsin addan, ata adından, soy addan ibarət olmaq, yəni adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən, yəni uydurma addan istifadə edə bilər. İmtahanda yazırlar ki, hər bir halda fiziki şəxs təxəllüsdən istifadə edə bilər. Təbii ki, bu yanlışdır. Bu, qanunla nəzərdə tutulmuş hallarda və qaydada mümkündür. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirməyə ixtiyarı vardır. Yazırlar ki, fiziki şəxsin istədiyi qaydada öz adını dəyişdirməyə ixtiyarı var. Təbii ki, bu yanlışdır. Qanunla müəyyənləşdirilmiş qaydada mümkündür bu. Fiziki şəxsin adını dəyişdirməsi onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Yəni, fiziki şəxs adını dəyişdirsə belə, onun köhnə adı ilə əldə etdiyi hüquq və vəzifələri olduğu kimi qalır. Yəni, dəyişmir. Yaxud da onlara xitam vermir. Fiziki şəxs adının dəyişdirilməsi barədə öz borclarına
və kreditorlarına məlumat verməlidir və adın dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Bu nə deməkdir? Tutalım, bir şəxs, yəni borcu olan bir şəxs adını dəyişirsə, bunu borc verdiyi yaxud da borc aldığı insanlara bildirməlidir. Yəni kreditorlarına bildirməlidir. Əgər o bunu etməzsə və həmin insanlar bu dəyişiklikdən xəbərsiz qalsa, ortaya çıxan hər hansı bir problemə görə məsuliyyəti həmin şəxslərin özü daşıyacaq. Misal üçün, kreditor həmin şəxsin adını tanımır, borcunu tələb edə bilməsə və ya borclar ödəniş səhv adda etsə, bu adı dəyişən şəxsin problemidir. Yəni kreditorun problemi sayılmayacaq. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adının dəyişdirilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Hansı qayda qeydə alınmalıdır? Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada. Yazırlar ki, məhkəmənin müəyyənləşdirdiyi qaydada. Tutalım, adı dəyişdirilməsinə icazə verən bir qurumun müəyyənləşdirdiyi qaydada. Yəni bunu diqqətlə fikir verin. Ya da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaza bilərlər. 26.6. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir. Fiziki şəxsin adından qanunsuz istifadə nəticəsində ona vurulmuş ziyanın əvəzi mülki məcəlləyə müvafiq sürətdə ödənməlidir. Diqqətli olun, inzibati xətalar məcəlləsi yaza bilərlər, əmək məcəlləsi yaza bilərlər və sair digər normativ aktların adını yaza bilərlər bura. 26.8. Fiziki şəxsin adı onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna toxunan üsullarla və formada təhrif edildikdə və ya istifadə olunduqda bu məcəllənin 23-cü maddəsi nəzərdə tutulan qaydalar tətbiq edilir. 23-cü maddə acil kateqoriya üzrə proqramda olmadığı üçün, yəni ona baxmağa ehtiyac yoxdur. Sadəcə sizə imtahanda yazacaqlar ki, mülki məcəllənin müvafiq maddəsi nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 27 fiziki şəxsin yaşayış yeri. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Yazırlar ki, imtahanın yanlış variant kimi, fiziki şəxsin qeydiyyatda olduğu yer onun yaşadığı yer sayılır. Yəni yalnız qeydiyyatda olduğu yer onun yaşadığı yer sayılır yazırlar. Ola bilər ki, bir fiziki şəxsin qeydiyyatda olduğu yer Nizami rayonudur, amma yaşadığı yer Yasamal rayonu ola bilər. Yəni bu onun qeydiyyatda olduğu yerdə yaşaması demək deyil. Ola bilər ki, fiziki şəxs qeydiyyatda olduğu yerdə yaşaya bilər. Onda həm qeydiyyatda olduğu yer gedəcək ora, həm də yaşayış yeri gedəcək. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Bəli, 3, 4 yaxud da 5 yaşayış yeri ola bilər. 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır. Qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Diqqətli olun, sizə imtahanda söz oynayıb sala bilərlər ki, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirmiş valideynlərin yaşayış yeri sayılır. İtirməmiş valideynlərin yaşayış yeri sayılır olmalıdır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o yaşayış yerini itirmir. Yazırlar ki, imtahanda. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddət tərk edirsə, o yaşayış yerini itirmiş sayılır. Bu yanlışdır. Çünki fiziki şəxs istirahət üçün müəyyən müddət ərzində 1 aylıq, 2 aylıq harasa gedə bilər. Yəni bu onun yaşayış yerini dəyişməsi demək deyil. O istirahəti bitdikdən sonra yenə öz yaşayış yerinə qayıtmış sayılacaq. Maddə 28 fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti. Fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və ya həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti o yetkinlik yaşına, yəni 18 yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Deməli, sual düşə bilər ki, imtahana fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti nə zaman tam həcmdə əmələ gəlir? Yetkinlik yaşına, 18 yaşına çatdıqda. Amma sizə çaşdırmaq üçün imtahanda belə bir cümlə də qoya bilərlər ki, fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti yalnız o yetkinlik yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Baxın, araya yanlış söz açılır o səhvdir. Çünki ola bilər ki, elə bir şəxs
Birazdan sizə mən onu deyəcəm. 16 yaşına çatıb və əmək müqaviləsi əsasında işləyir. Onlar artıq tam fəaliyyət qabiliyyəti əldə edirlər. Ona görə bu onlara şamil olmur. Diqqətli olmaq lazımdır. Araya yanlış sözü atsalar, o səhvdir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların, yəni azyaşlıların fəaliyyət qabiliyyəti yoxdur. Yəni 1, 2, 3, 4, 5, 6, 7 yaşınadək olanların 7 yaşından 18 yaşınadək olan yetkin yaşına çatmayanlara məhdud fəaliyyət qabiliyyəti var. Yəni onlar məhdud fəaliyyət qabiliyyətli sayılır. Tam fəaliyyət qabiliyyətli sayılmır. 16 yaşı tamam olmuş, yetkinlik yaşına çatmayan əmək müqaviləsi işləyirsə və ya valideynlərinin övladlığa götürən və himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Az öncə sizə demişdim ki, 18 yaşı tamam olmamış, yetkinlik yaşına çatmayan da əgər əmək müqaviləsi əsaslı işləyirsə, yaxud da valideynlərinin, qayğıların razılığı ilə sahibkarlıq fəaliyyətinə, yəni biznes fəaliyyətinə məşğul olursa, o tam fəaliyyət qabiliyyətli sayılacaq. Yəni sizə yazsalar ki, 18 yaşına çatmayanın heç bir halda tam fəaliyyət qabiliyyəti əldə edə bilməz. Təbii ki, bu yanlışdır. Növbəti, hər iki valideynin övladlığa götürənlər və himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkin yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır. Nə deməkdir bu? Tutalım, əgər valideynlər övladlığa götürənlər və himayəçi razıdırsa, qəyyumluq orqanı qərar verə bilər ki, yetkinlik yaşına çatmamış şəxs tam hüquqlu sayılsın. Əgər onlar da razı deyilsə, bu barədə qərarı məhkəmə verə bilər. Yəni bəzi hallarda 18 yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyəti əldə edə bilər. Daha sonra valideynlər övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar. Baxın, söz oyunu eləyə bilərlər, burada da imtahanda yaza bilərlər ki, valideynlər övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmamış yetkinlik yaşına çatmayanın, sayılmış, yəni tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanların öhdəlikləri üçün məsuliyyəti daşımırlar. Az öncə mən sizə dedim, onlar valideynlərin razılığı ilə sahibkarlıq fəaliyyətlə məşğul ola bilərlər və məşğul olduqları təqdirdə onlar tam fəaliyyət qabiliyyəti sayılır və vurduqları ziyana görə, öhdəliklərə görə, vurduqları ziyana görə onların valideynləri məsuliyyət daşımayacaq. 28.6. 18 yaşına çatanadək nikaha girməyə qanun yol verdiyi halda 18 yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nə deməkdir bu? Əgər qanun icazə verərsə, 18 yaşına çatmamış biri evlənə bilər. Evləndiyi andan etibarən yetkin hesab olunur və bütün hüquqlardan tam şəkildə istifadə edə bilər. Müqavilə bağlaya bilər, əmək haqqı ala bilər və s. Əgər bu evlilik 18 yaşına çatmamış pozulursa belə, o yenə də yetkin hesab olunur və qazandığı hüquqlarını itirmir. Nikah bağlanması nəticəsində əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın 18 yaşına çatanadək pozulduğu halda da tam həcmdə sayılır. Az öncə dediyim kimi. Nikah etibarsız sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan ərin arvadın tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə qərar qəbul edə bilər. Deməli, imtahana belə bir sual düşüb ki, hansı halda məhkəmə yetkinlik yaşına çatmayan ərin tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə qərar qəbul edə bilər. Nikah etibarsız sayıldıqda, baxın, cavab bu idi. Variantlara qəyyumluq və himayəçilik orqanı qərarı əsaslı yazmışlar və sair digər variantlarda yazmışlar. Nikah etibarsız sayıldıqda. Nə deməkdir bu? Əgər bir evlilik qanunsuz sayılarsa və məhkəmə bu nikahın etibarsız olduğuna qərar verərsə, 18 yaşına çatmamış ər yaxud da arvad əvvəl qazandığı yetkinlik hüquqlarını itirə bilər. Yəni məhkəmə qərar çıxara bilər ki, o yenidən tam hüquqlu deyil və bəzi hüquqları yalnız 18 yaşına çatanda
əldə edəcək. Ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətləri rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Yəni, hansı subyekt tərəfindən? Məhkəmə tərəfindən. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Yazırlar ki, imtahanda fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun yaxın qohumları bağlayır və sair başqa digər variantlarda yazılır. Onların qəyyumları bağlayır. Daha sonra fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Bəli, fəaliyyət qabiliyyəti olmayan hər hansı bir şəxs bağladığı əqd, hər hansı bir əqd, müqavilə və saziş sonradan qəyyumun razılığı əsasında da etibarlı hesab edilə bilər. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayılacaq. Yazırlar ki, sağlamlıq vəziyyətinin qismən yaxşılaşdığı halda, xeyli yaxşılaşdığı halda olmalıdır. Buna da diqqət yetirin. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarı əsasında ləğv edilir. Deməli, diqqətli olun burada, qəyyumluq hansı subyektin qərarı əsasında ləğv ediləcək? Məhkəmə. Yazırlar ki, valideynlərin razılığı əsasında. Yaxud da yazır ki, valideynləri tərəfindən. Yaxud da yazır qəyyumluq və himayəçi orqanı tərəfindən. Məhkəmənin qərarı əsasında ləğv ediləcək. Diqqətli olun, bunlar da imtahan sualıdır. Maddə 29. 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti. Bu məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilər. Yanlış variant kimi imtahana necə yazırlar? Yazırlar ki, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların adından bütün əqdləri valideynləri bağlayır. Təbii ki, bu yanlışdır. İstisna olan əqdlər var 29.2-də. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və ya qəyyumlar tərəfindən bəyənildikdə də etibarlıdır. Yəni, həmin əqdlər sonradan valideynlər tərəfindən bəyənilsə də etibarlı hesab olunacaq. 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır. Xırda məişət əqdlərini, əvəzsiz olaraq fayda götürməyə yönəlmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmasın. Baxın, dövlət qeydiyyatına alınması tələb olunan əqdləri müstəqil şəkildə onlar bağlaya bilməz. Yəni, diqqətli olun, söz oyunu elə bilərlər imtahanda. 29.2.3 Qanuni nümayəndənin özünün və ya onun razılığı üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdləri. 29.3 14 yaşı tamam olmamış, yetkinlik yaşına çatmayan əqdləri, o cümlələ müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır. Bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Nə deməkdir? Biraz geniş cümlədir bu. Mən bunu sizə sadə dillə izahını verim. Əgər 14 yaşına çatmamış uşaq hər hansı bir razılaşma bağlayırsa və ya razılaşmadan öhdəliklər yaranırsa, bu məsuliyyəti onun valideynləri, övladlığa götürən və ya qəyyumu daşıyır. Ancaq onlar sübut edə bilsələr ki, bu öhdəliyin pozulmasında onların günahları yoxdur, o zaman məsuliyyətdən azad oluna bilərlər. Daha sonra, qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. Maddə 30. 14 yaşından 18 yaşınadək olan yetkin yaşına çatmayanların fəaliyyət qabiliyyəti. 14 yaşından 18 yaşınadək olan yetkin yaşına çatmayanlar bu məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla əqdləri öz qanuni nümayəndələrinin, valideynlərinin, övladlığa götürənlər və himayəçinin yazılı razılığı ilə bağlayırlar. İmtahanda bunu yanlış variant kimi yazırlar ki,
14 yaşından 18 yaşına dək olan yetkin yaşına çatmayanlar bütün əqdləri valideynlərinin, yəni qanuni nümayəndələrinin yazılı razılıqla bağlı. Bu təbii ki, yanlışdır. Bütün əqdlər yox, istisna olan əqdlər var. Bu cür yetkin yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri övladlığa götürənlər və himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Diqqətli olun, imtahanda sonradan yerinə əvvəlcədən yazırlar. Yazırlar ki, bir yetkin yaşına çatmayanın bağladığı əqd əvvəlcədən valideynləri övladlığa götürənlər və himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Əvvəlcədən yox, sonradan olmalıdır. Bu tip söz oyunları eləyirlər imtahanda. Növbəti 14 yaşından 18 yaşına dək olan yetkin yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin övladlığı götürənlər və himayəçi razı olmadan müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin. Elm, ədəbiyyat və incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsini müstəqil hüquqlarla həyata keçirsin. Xırda məişət əqdləri və bu məcəllənin 29-2-ci maddəsində nəzərdə tutulan digər əqdləri bağlasın. 16 yaşı tamam olmuş yetkin yaşına çatmayanların korporativ üzvü olmaq hüququ vardır. Korporativ nə deməkdir? Müəyyən ortaq məqsədlər üçün birləşmiş insanların təşkil etdiyi bir birlikdir. Yəni 14 yaşından 18 yaşına dək olan yetkin yaşına çatmayanlar həmin birlikdə iştirak edib üzvlük haqqından istifadə edə bilərlər. Daha sonra 14 yaşından 18 yaşına dək olan yetkin yaşına çatmayanların bu məcəllənin 30.1 və 30.2-ci maddələrə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. Yəni özləri məsuliyyət daşıyır. 14 yaşından 18 yaşına dək olan yetkin yaşına çatmayanlar vurduqları ziyana görə mülki məcəlləyə uyğun məsuliyyət daşıyırlar. Diqqətli olun, imtahanda mülki məcəllə də yaza bilərlər, əmək məcəlləsi də yaza bilərlər, inzibati xətalar məcəlləsi də yaza bilərlər, qanun da yaza bilərlər. Bu məcəllə dedikdə mülki məcəlləni nəzərdə tutulur. Yetərli əsaslar olduqda məhkəmə valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının vəsatəti ilə 14 yaşından 18 yaşına dək olan yetkin yaşına çatmayanların əgər o tam həcmdə fəaliyyət qabiliyyəti əldə etməyibsə, öz qazancı, təqaüdü və digər gəlirləri barədə müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra və ya ala bilərlər. Bu nə deməkdir, yoldaşlar? Əgər yetkin yaşına çatmayan bir şəxs, yəni 14-18 yaş aralığında olan şəxslər tam fəaliyyət qabiliyyətinə malik deyilsə, məhkəmə lazım bildikdə onun qazancını, təqaüdünü və digər gəlirlərini sərbəst istifadə etməsini məhdudlaşdıra, yaxud da tamamilə qadağan edə bilər. Bu qərar valideynlərin, övladlığa götürənlərin, himayəçinin yaxud da qəyyumluq və himayəçilik orqanının vəsatəti əsasında qəbul edilir. Maddə 31. Fiziki şəxslərin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən məhrum edilməsi və bunların məhdudlaşdırılmasının yol verilməzliyi. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. İndi diqqətli olun, imtahanda belə yazırlar. Fiziki şəxsin heç bir halda hüquq qabiliyyəti məhdudlaşdırıla bilməz. Əgər məhdudlaşdırıla bilməz yazsalar heç bir halda, bu səhvdir. Çünki hüquq qabiliyyətinin məhdudlaşdırılmasına yol verilən hallar var, amma məhrum edilməsi heç bir halda mümkün deyil. Məhrum edilmək o deməkdir ki, birdəfəlik o itirir bu səlahiyyətlərini. Amma məhdudlaşdırmaq isə müəyyən müddət ərzində məhdudlaşdırılır. Haçansa geri qaytarıla bilər ona. Bunu bu cür ayıra bilərsiniz ikisini bir-birindən. Daha sonra fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Sizə imtahanda məhdudlaşdırıla bilər sözün yerinə məhrum edilə bilər yazarlar. Diqqətli olun. Fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və onların sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olmaq hüquqlarının məhdudlaşdırılması, qanunla müəyyənləşdirilmiş şərtlərin və qaydasının gözlənilməməsi, müvafiq məhdudiyyəti qoymuş dövlət orqanı və digər orqan aktının etibarsızlığına səbəb olur. Nə deməkdir bu? Əgər bir şəxsin işləmək yaxud da bizneslə məşğul olmaq hüququnu qanunda göstərilən qayda uyğun olmadan məhdudlaşdırılarsa, bu məhdudiyyət keçərsiz sayılacaq.
Yəni belə bir qərarın heç bir hüquq qüvvəsi olmayacaq. 31.3 fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması yönəlmiş digər əqdlər əhəmiyyətsizdir. Bu nə deməkdir? Yəni heç kim öz hüquqlarından və işləmək qabiliyyətindən imtina edə bilməz. Əgər kimsə belə bir razılaşma etsə, yəni razılaşma bağlasa, bu razılaşma keçərsiz sayılacaq. Maddə 32. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumarı qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Baxın, bu 32-ci maddədən sonuncu dəfə acil kateqoriyası imtahana situasiya tipli sual düşmüş. Yəni 32-ci maddəyə diqqətlə fikir verin, buradan situasiya tipli suallar salırlar. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Yəni himayəçilik təyin ediləcək bunların üzərindən. Onların deməli fəaliyyət qabiliyyəti kim tərəfindən məhdudlaşdırılacaq? Hansı subyekt tərəfindən məhdudlaşdırılacaq? Məhkəmə tərəfindən məhdudlaşdırılacaq. Deməli buradan 2 dənə imtahan sualı çıxdı. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarda var. O yalnız himayəçinin razılığı ilə başqa əqdləri bağlaya bilər. Yazırlar ki, imtahanda yanlış variant kimi. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslərin, fiziki şəxslərin deməli himayəçinin razılığı ilə xırda məişət əqdlərini bağlaya bilərlər. Xırda məişət əqdlərini bağlamaları üçün himayəçinin razılığını almalarına ehtiyac yoxdur. Yəni onları razılıqsız da bağlaya bilərlər. Habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilərlər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır, yəni özləri məsuliyyət daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçi razılığı tələb olunan hallarda belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı sayıla bilər. Deməli, hər hansı bir fiziki şəxs tutalım bir əqd bağlayır və bu əqdin bağlanması üçün onun himayəçinin razılığı tələb olunur. Amma o himayəçinin razılığı olmadan əqdi bağlayır. Əgər sonradan himayəçi bu əqdlə bağlı razılıq versə, onda da etibarlı sayıla bilər həmin əqd. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda, məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Deməli, burada nəticəyə gəldik. Həm məhkəmə məhdudlaşdırır, həm də məhkəmə məhdudlaşdırıbsa, onu ləğv edir. Yəni, hər ikisini də məhkəmə edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur. Yazılar ki, imtahanda fiziki şəxsin üzərinə təyin edilmiş himayəçilik və qəyyumluq orqanı tərəfindən ləğv olunur. Diqqətli olun, bir daha bu imtahana düşüb. Məhkəmə tərəfindən ləğv olunur. Maddə 33 qəyyumluq və himayəçilik. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyəti fiziki şəxsin hüquq və mənafelərin müdafiəsi üçün təyin edilir. Yetkin yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik həmçinin onların tərbiyələndirilməsi məqsədi ilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq vəzifələri ailə məcəlləsi ilə müəyyən edilir. İmtahanda yazırlar ki, yetkinlik yaşına çatmayanların tərbiyələndirilməsi məqsədi ilə onların üzərinə təyin edilən qəyyumların və himayəçilərin hüquq vəzifələri hansı normativ hüquq haqqında müəyyən edilir? Doğru cavab olacaq ailə məcəlləsi. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Deməli, qəyyumlar və himayəçilər öz qəyyumluğunda olanların hüquq və vəzifələrini istər məhkəmədə, istərsə digər şəxslərlə münasibətdə xüsusi səlahiyyət almadan müdafiə edirlər. Yəni bunun üçün hər hansı bir xüsusi səlahiyyət alınmasına ehtiyac yoxdur. Yetkin yaşına çatmayanların valideynləri onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə
Bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda, onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Nə zaman yetkin yaşına çatmayanların üzərində qəyyumluq və himayəçilik təyin ediləcək? Bu nömrə ilə qeyd etdiyim hissələri öyrənirsiniz. Bu hallarda təyin edəcək. Hansı hallarda o bir daha toxunaq? Övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, valideynləri onları tərbiyələndirməkdən və hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda, bu hallarda həmin şəxslərin üzərinə qəyyumluq və himayəçilik təyin edilir. 14 yaşı tamam olmamış yetkin yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafelələri üçün bütün zəruri əqdləri bağlayır. Yəni bütün zəruri əqdləri, lazım olan müqavilələri, sazişləri qəyyumlar bağlayırlar onların adından. 14 yaşından 18 yaşına tək olan yetkin yaşına çatmayanlar üzərində habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və qumarı qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Diqqətli olun, imtahanın sözü onu elə bilərlər ki, qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti qəyyumluq və himayəçilik orqanı tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Düzdür, onların üzərində himayəçilik təyin edilir, amma məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər barəsində, yəni qəyyumluq və himayəçilik orqanı yox. İmtahanda bu cür söz oyunlarını eləyirlər, diqqətli olmaq lazımdır. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil sürətdə bağlamağı ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Ola bilər ki, himayəçilikdə olan hər hansı bir şəxs müstəqil şəkildə hər hansı bir müqaviləni bağlamağa ixtiyarı yoxdur. Bu zaman o himayəçidən razılıq almalıdır. Əgər himayəçi razılıq verərsə, həmin müqaviləni bağlamağa ixtiyarı var. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir. Habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyur. İmtahanda bir dəfə yazıblar ki, himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərsələr də, onların üçüncü şəxslərin sui-istifadəsindən qorumaq səlahiyyəti yoxdur. Amma elə bir səlahiyyətləri var, diqqətli olmaq lazımdır. Maddə 39 fəaliyyət qabiliyyəti fiziki şəxsin üzərində patronaj. Sonuncu dəfə yanvar imtahanında, yanvar ayının 20-si keçirilən AC kateqoriyası imtahanda 39-cu maddədən situasiya tipli sual düşmüşdü. Ona görə bu maddəyə diqqətlə qulaq asmaq lazımdır. Bu maddənin mahiyyətini başa düşmək lazımdır ki, situasiya tipli sual düşəndə rahatlıqla yazmaq olsun. Sağlamlıq vəziyyətinə görə müstəqil sürətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkin yaşına çatmış fəaliyyət qabiliyyəti fiziki şəxsin xahişi ilə onun üzərinə patronaj təyin edilə bilər. Yazırlar ki, qəyyumluq və himayəçilik orqanının tələbi ilə patronaj təyin edilə bilər və məhkəmə tərəfindən təyin edilir. Bu səhvdir. Xahiş eləyən deməli, həmin fiziki şəxsin özüdür. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. Yazırlar ki, yanlış variant kimi, patronaj təyin edildikdə fiziki şəxsin hüquqları müəyyən müddətə məhdudlaşdırılır. Məhdudlaşdırılmasına səbəb olmur. Yetkin yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. Deməli, patronaj qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. Variantlarda isə yanlış variant kimi, cavab kimi məhkəmə yazırlar qəyyumluq və himayəçilik orqanı yerinə. Patron fiziki şəxslə bağlanmış tapşırıq və etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkin yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsi mənsub əmlak barəsində sərəncam verir.
Daha sonra məişət tələbatının saxlanmasına və ödənilməsinə yönələn məişət əqlərini və başqa əqləri patron fiziki şəxsin razılığı ilə bağlayır. Nə deməkdir bu? Patron fəaliyyət qabiliyyəti olan bir şəxsin əmlakını idarə etməyə kömək edən şəxsdir. Bu kömək tapşırıq və etibarnamə əsasında edilir. Köməkçi həmin şəxsin məişət ehtiyaclarını qarşılamaq üçün onun razılığı ilə müxtəlif müqavilələri bağlaya bilər. Bu məcəllənin 39.1-ci maddəsinə uyğun olaraq yetkin yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində təyin edilmiş patronajda olan fiziki şəxsin tələbi ilə xitam veriləcək. Patronajda olan fiziki şəxsin patronu, yəni köməkçi, bu məcəllənin 38-ci maddəsini nəzərdə tutan hallarda öz vəzifələrini yerinə yetirməkdən azad edilir. Sizə o 38-ci maddədə yazılanlara ehtiyac yoxdur. Çünki 38-ci maddə adi kateqoriya üzrə proqramda olmadığı üçün sizə elə imtahanda mülki məcəllənin müvafiq maddəsini nəzərdə tutan hallarda öz vəzifələrini yerinə yetirməkdən azad edirlər. Yəni 38-ci maddəyə baxmağa ehtiyac yoxdur.